Birinci bölmədə bildiyiniz kimi 23 maddə var. Bax, bu 23 maddənin hər birinə əlavələr oluna bilməz. Yəni, suallarda olunur ki, məsələn, silahlı qüvvələr maddəsinə əlavələr oluna bilərmi? Əlbəttə ki, əlavələr oluna bilməz. Gəlin, onu da yazım, siz də dəftərinizə qeyd edin bunları. Birinci bölmə, buradan belə yazdım, bütün maddələrdə, bu birinci bölmədə olan maddələrə əlavələr oluna bilməz. Baxın, buradan da yazaq elə. Bax, buradan bir dənə ox çəkirəm. Yazıram, əlavələr oluna bilməz. Oluna bilməz. Hətta üstündən də xətt çəkim. Daha sonra, burada bildiyiniz kimi 23 dənə maddə vardı. Yəni, bu 23 maddənin hər birinə əlavələr oluna bilməz. Onu da qeyd edim ki, bu 23 maddə içərisində bizim 6 dənə toxunulmaz maddəmiz var. Niyə mən bu maddələrə toxunulmaz maddə deyirəm? Çünki bu maddələrə onsuz da əlavələr oluna bilmirdi və bu maddələr də referenduma çıxarıla bilmirdi. Yəni, bir növ toxunulmaz maddələrdir. Onlar hansı maddələrdir? 1. Hakimiyyətin mənbəyidir. Daha sonra ikinci maddə, burada yazaq elə belə maddə 2. Xalqın suverenliyidir. Daha sonra maddə 6-dır. Hakimiyyətin mənimsənilməsinə yol verilməməsidir. Daha sonra maddə 7-dir. Azərbaycan dövləti. Maddə 8 dövlət başçısı maddəsidir. Və bir də maddə 21-dir ki, bu da dövlət dili haqqında olan maddədir. Yəni, bu maddələr referenduma çıxarıla bilməyən maddələrdir. Bax, buradan da yazıram, referenduma çıxarıla bilməz. Referendum üzərindən də belə bir xətt çəkirəm. Bundan əlavə, yalnızca bununla bitmir. Onu da qeyd etmək istəyirəm ki, 3-cü bölmədə insan hüquq və azadlıqları var, düzdürmü? 5 dənə azadlığımız var, vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı və s. Bax, bu azadlıqların ləğvi ilə olan təkliflər də və yaxud Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən artıq dərəcədə məhdudlaşdırılması məsələsi referenduma çıxarıla bilməz. Yəni, suallarda necə olur? Məsələn, nikah hüququnun məhdudlaşdırılması ilə bağlı təklif referenduma çıxarıla bilərmi? Çıxarıla bilməz. Və yaxud nikah hüququ ilə bağlı, ləğvi ilə bağlı məsələ referenduma çıxarıla bilərmi? Çıxarıla bilməz. Söhbət ləğvindən gedir. Ancaq bu 6 maddədə isə ləğv söhbəti yoxdur. Ümumiyyətcə bu maddələr referenduma çıxarıla bilmir. Yəni, onu da buradan qeyd edirəm ki, siz də dəftərinizə qeyd edəsiniz. Baxın, insan, hüquq, yəni söhbət 3-cü fəsildə nəzərdə tutulmuş insan hüquq və azadlıqları da referenduma çıxarıla bilməz. Bunu suallarda görüb vəzifə sözünü görəndə vəzifə götürməyin, azadlıqdır. Bu da belə. Referendumdan danışmışkən, elə yenə referendumla bağlı olan məsələdən də danışım sizin üçün. Deməli, yalnız referendumla həll ola bilən məsələlər var. Bir də ümumiyyətlə referendumla həll olmayan məsələlər var. Onu da qeyd edək, önəmli məqamdır. Aha, buranı sildim. Referendumla həll olan məsələlər. Baxın, gəlin, buraya yazaq. Əslində, referendumla həll olan məsələdən söhbət getmir. Referendum yazıram, hətta bunun da üzərində yalnız referendumla həll olan məsələ yazıram. 2 dənə məsələmiz var. 1, 2. Bunun biri budur ki, dövlət sərhədlərinin dəyişdirilməsi və bir də ki, konstitusiyanın qəbulu və ona dəyişikliklər edilməsi. Bunu da necə yadınızda saxlayırsınız bu hissəni? Buradan elə bunun altından D kimi yazıram. Yəni D dəyişikliyidir, Q isə qəbuldur. Yəni dövlət qulluğu kimi beyninizdə kodlaşdıra bilərsiniz. Bax, bu 2 məsələ yalnız referendumla həll olan məsələdir. Bir də var, buradan belə bir xətt çəkirəm. Deyirəm ki, bu məsələ isə referendumla həll olmur. Hansı məsələlərdir? Bax, üzərindən də xətt çəkir. 3 məsələmiz var. Vergilər,
və başqa dövlət ödənişləri. Elə burada da yazıram, dövlət ödənişləri. İkinci məsələ burada nədir? İkinci məsələ amnistiya və əfv etmə məsələsidir. Amnistiya və əfv etmə. Və bir də önəmlisi üçüncü məsələdir. Üçüncü məsələ budur ki, yəni səlahiyyətləri icra və qanunverici hakimiyyətdə olan şəxslərin seçilməsi, təyin edilməsi və təsdiq edilməsi. Yəni nəyə nəzərdə tutulur burada? Məsələn, nümunə kimi, bax suallarda da belə olur. Baş prokurorun təyin olunması, və yaxud baş nazirin təyin olunması, ombudsmanın seçilməsi, yəni bu kimi məsələlər artıq referenduma çıxarılmır. Yəni xalq referendum keçirib, belə deyim, referendumla müəyyən eləmir ki, bizim baş prokurorumuz kim olsun, ombudsmanımız və yaxud nazirimiz kim olsun. Bax, bu məsələlər də referendumla həll olmayan məsələlərdir, yadınızda saxlayırsınız.